Qısaca olaraq özüm haqqında məlumat verim. Adım Şahin Əsgərlidir. Almaniyada həkim kimi işləyirəm. Deməli, Tibb Universitetini 2023-cü ildə bitirdim. 2024-cü ilin dekabrında FSB imtahanında iştirak etdim Baden-Württemberg əyalətində. İmtahanını keçdim və 2025-in fevral ayından Baden-Württembergin Süd-Württemberg hissəsində, yəni cənub hissəsində forenzik türmə psixiatriyasında psixiatr kimi çalışıram. Deməli, bu slaydımızda, yəni bu belə deyim, webinarımızda FSB-yə gedən yol, yəni sənədlər və FSB imtahanı haqqında qısa danışacağam. Keçək birinci slayda. Deməli, FSB imtahanı üçün ümumiyyətlə Baden-Württembergdə həkim işləmək üçün bir sıra sənədlər lazımdır. Yəni, və bunların üstündə həmişə antraq olur. Deməli, antraq üçün tələb olunan sənədlərdən danışaq birinci. İlk olaraq antraqın nə olduğunu gəlin sizə göstərim. Burada mən yükləmişəm bunları. Deməli, bu gördüyünüz antraqdır. Deməli, bu antraqı sənədlərdən sonra bunu doldurursunuz. Burada deməli, qeyd edirsiniz. İlk öncə burada ya aprobasiyanı qeyd edirsiniz. Aprobasiyanı qeyd edirsinizsə, BRF-lərinizi qeyd etməyə ehtiyac yoxdur. Amma BRF-lərinizi almayacaqsınız. Birbaşa FSB imtahanından sonra aprobasiya imtahanına girəcəksiniz və qutaq denilen olacaq. Bunları izah edəcəm birazdan sonra nədir. Və ya BRF-lərinizi almaq istəyirsinizsə, BRF-lərinizi də işarələyirsiniz və aprobasiyanı da işarələmişsiniz o zaman. Burada da qeyd olunub bu. Burada da şəxsi məlumatlarınızı daxil edirsiniz, bu sualları cavablandırırsınız. Yəni, bunlar oxunaqlıdır, başa düşüləndir və burada da, yəni burada bunları cavablayıb doldurursunuz və burada sənəd siyahıları var. İndi o sənəd siyahıları haqqında danışım. Deməli, sənəd siyahımız burada yuxarıda gördüyünüz kimi, burada 4 cür göndərilə bilir. Orijinal, yəni orijinal formada göndərilməlidir. Amitlik Beglabdika kopi, bu bildiyimiz Beglabdika kopidir. Bilməyənlər üçün bu ya səfirlikdə olunur, Azərbaycanda yaşayanlar üçün, Azərbaycanda olanlar üçün səfirlikdə olunur. Qiyməti təxminən 20-25 avro civarı olmalıdır. Amma belə münasib olan qiymət Almaniyada olur, ya notarda, ya da ki, Rathaus demək olar bunu. Bu Einfache kopi bildiyimiz sadə kopyadır, rəngli və ya ağqara, Qualifizierte Übersetzung da bu adlı tərcümə adlandırırıq biz bunu. Bunu səfirliyin saytında girib adlı tərcüməsilərin siyahısını tapa bilərsiniz. Məsələn, mən təcrübəm əsasən İradə xanımda eləmişdim. Deməli, bunun da qiyməti təxminən 20-25 euro arası təşkil edir. Amma mən İradə xanım məsləhət görərdim. Niyə? İradə xanım üçün hamısından tez eləyir. Yəni, mən sənədlərimi bir neçə gün əldə eləmişdim. Keçək indi sənədlərin siyasına. Birinci sənəd Nachweis Beabsichtigte in Baden-Württemberg. Bu o deməkdir ki, siz Baden-Württembergdə çalışma istəyinizi bir sənədlə göstərməlisiniz. Buna adətən aid olur birinci sırada Stellenzusage. Stellenzusage nədir? İş yeri sizə yazılı olaraq söz verir ki, mən sizi işə alacağım. Bu sənədi də göndərsiniz Regierungsa. Deməli, bu sənəd birinci sənəddir və başqa fallar da var, başqa hallar da var. Hansı sənədləri göndərə bilərsiniz bu Stellenzusage ilə əvəzən, onu mən birazdan izah edəcəm. Bu, orijinal formada göndərilməlidir. Sonra bildiyimiz personal Ausweis və ya Reisepass. Bu, sadəcə kopya edib göndərmək kifayətdir. Aktuelle Lebenslauf in Deutsche Sprache. Bu da tərcüməyə haldır. Bunu da Anlage 1-də tapa bilərsiniz. Bu Anlage'lərin siyahısını da qısaca göstərim halından tapa bilərsiniz. Bu axtarışa yazırsınız Regierungspräsidium Baden-Württemberg Medizin Ausbildung im Ausland. Bu səhifə açılır və orada bu Drittstata girirsiniz. Yəni, 3-cü ölkələr, 3-cü dünya ölkələri və burada aşağıda bütün Anlage'lər, bütün məlumatlar var. Buradan girib tapa bilərsiniz. Sonra bizə nə lazımdır? Amtliche Nachweis über Beinehmen-Sendung bu adətən xanımlara aiddir. Yəni, burada evlilik kağızını göndərmək kifayət edir. Bu da tərcümə olmalıdır, antitərcümə. Geburtsurkunde bu əvvəllər vacib idi, artıq indi vacib deyil. Yalnızca vacibdir ərəb dilli ölkələr üçün, yəni bizim ölkələrə aid deyil. Bizdə latın dilli.
Sonra Zeugnis diplom lazımdır. Əvvəllər diplomun yanında həmişə yazılırdı anlaqıçın diplom, yəni diploma əlavə. Amma indi yazılmayıb. Yəni bunu mən hər ehtimal göndərərdim. Yeninizdə olsam yenə də. Çünki defisit sənəd kimi gələ bilər. Və bu da Beqlaptika kop olunmalıdır və tərcümə olunmalıdır, tərcümə və yeni bir sənəd əlavə olunub, Professional Index. Bunu da deməli, bu dərslərin saatlarını qeyd edən bir sənəddir. Bunu da dekanatlıqdan ala bilərsiniz, Tibb Universitetinin. Bu da antitərcümə olunmalıdır. Sonra 5 ayın növbəti vollständige Abschluss in praktische Ausbildungsphase. Bu kimə lazımdır? Hansı ki internatura keçənlərə, yəni bizim artıq illərimizdə 2015-2016-dan sonra səhv eləmirəmsə belə bir şey yoxdur. İnternatura artıq və 9-cu sənəd 5 ayın über die Berechtigung zur Berufsausübung in Ausbildungsstadt. Yəni sizin xarici ölkədə işləməyə icazəniz var, öz ölkənizdə yəni. Bu məhdudiyyət haqqında arayışdır. Bunu da alırıq. Əslində bu sənəd belə deyim, iki yerdə göstərilib burada. Biri buradadır. Biri də niyə iki yerdə göstərilib? Burada deməli Berufsrechtliche Unbedenklichkeitsbescheinigung, Certificate of Good Standing. Əslində budur məhdudiyyət haqqında arayış. Amma bizim məhdudiyyət haqqında arayışda həm bu məlumat yazılır. Yəni bu adam öz ölkəsində çalışarkən heç bir səhvə yol verməyib. Bu məlumatda yazılır ki, bu həkimin öz ölkəsində çalışmağa icazəsi var. Yəni bu ikisi də yazılı olduğuna görə bunu sadəcə orijinalı tərcümə olunmuş şəkildə getsə bəsdir. Beqlaptika kopya ehtiyac yoxdur, çünki bu arayışdır, yəni lazım deyil. Və 3 aydan köhnə olmalı deyil o sənəd. Sonra Nachweise über allgemeine deutsche Sprachkenntnisse bildiyimiz dil sertifikatı B2 səviyyəsində olmalıdır, Goethe, Telk və sair. Bu einfache kopya seyir, sadə kopya və curriculum Studienplan. Bu sənəd lazımdır. Kimlər ki, aprobasiya qotaq yoluna müraciət edir. Aprobasiya ümumiyyətlə aprobasiya almaq üçün, yəni Alman diplomu almaq üçün iki yolumuz var. Ya qotaq dilinə müraciət etməliyik, qotaq dilinə, ya da ki, Kenntnisprüfunga girməliyik. Kenntnisprüfung bildiyimiz aprobasiya imtahanıdır. Qotaq dilinə müraciət edənlər üçün bu sənəd lazımdır. Bunu da dekanatlıqdan alırıq. Deməli, bundan bərabər əgər qotaq dilinə müraciət etmək istəyənlər Kostanübyan Amerikalarımı da göndərməlidir. O da Anlaq 5 o göstərdiyim saytda var. Onu da doldurursunuz ki, yəni mən bütün qiymətlərin üzərimə götürülməsinə razıyam. Burada müəyyən qədər ödəniş ödənilir. Səhv eləmirəmsə 1500-2000 evro civarındadır. Və ya Kenntnisprüfunga girənlər üçün 13-cü sənəd lazımdır. Anmeldung zur Kenntnisprüfung. Onu da göstərim sizə. Bu. Anlaq 4. Deməli, Kenntnisprüfunga girənlər də bunu doldurub göndərməlidir. Deməli, antrakla bərabər əvvəlcədən Regierungsa. Burada da Kenntnisprüfunga qiyməti 1100 evro təşkil edir. Daha sonra Sonra bunu dedim, Berufliche Unbedenklichkeitsbescheinigung, məhdudiyyət sənədi, məhdudiyyət haqqında arayış və Polizeiliche Führungszeichnis, öz ölkəmizdən olan məhkumlar haqqında arayış, Hasan xidmətdən arıq. Bunun da tərcümə olmuş versiyası orijinal getsə bəsdir. Və Polizeiliche Führungszeichnis aus Bundesrepublik Deutschland, bu da məhkumlar haqqında arayış Almaniyadandır. Bu da sağlamlıq haqqında arayışdır Almaniyadan olan. Deməli, burada bəzi şeylər var. Deməli, ilk 10 sənəd antrakla getməlidir. İlk və ya ki 10 sənədlərin hamısı. Yəni, bunları göndərəndə hamısını bərabər göndərməlisiniz və istəyinizə bağlı olaraq ya 11-ci sənəd ya da 13-cü sənəd. Yəni, ya aprobasiya imtahanına girmək istəyiniz, ya da ki, qotaq dilini istəyiniz bildirilməlidir antrakla bərabər. Deməli, bizim illərə aid olanlar, yəni belə deyim, yeni nəsil tibbdə oxuyanlar 2015-dən 16-dan sonra səhv eləmirəmsə və ya əvvəldən onlar yaxşı olar ki, elə Kenntnisprüfung imtahanına girsin, çünki orada çox pul ödəyirik. Həm tərcüməyə görə pul ödəyirik, qotaq dili üçün deyirəm. Sənədlər tərcümə olunmalıdır, orada çox sənəd var
Həmçinin bu kostenü bername erkləyorum, yəni kostenü bername olmalıdır, o da 2000 euro falan. Belə 4000-5000 euro gəlib çıxır, amma nəticədə neqativ cavab gəlir ki, sizin təhsiliniz bizdə tanınmır, ona görə imtahana girməlisiniz. Elə yaxşı olar ki, əvvəlcədən imtahana müraciət edəsiniz. Digər sənədlər 14, 15, 16, 17, 14-ü çıxıram, çünki o bayaq qeyd etdiyim sənəd göndərilməlidir, o da bunun içindədir. 15, 16, 17 Beruf elan imzalandan sonra və ya aprobasiyadan sonra da göndərə bilərsiniz. Belə. Deməli, Baden-Württemberg başı bəlalı əyalət çox dəyişiklik olub son zamanlar. Əvvəllər legalizasiya söhbəti vardı, indi legalizasiya söhbətini qaldırdılar. Artıq sənədlərə legalizasiya ehtiyac yoxdur. Amma bir dəyişiklik eləyiblər, ağır bir dəyişiklik. Yəni, FSB imtahanı verdikdən sonra ya həmən siz artıq onu antrakta göndərsiniz, ona görə antrakta sizdə onu istəyirlər. Anlaqə 4-ü və ya 5 idi, neçə idi o? Yəni, ya bu taxtira müraciət eləməlisiniz, ya da ki, aprobasiya imtahanına girməlisiniz. FSB imtahanından sonra, FSB-ni keçdikdən sonra sizə 1 ay içində, 2 ay içində termin gələcək. Termin, yəni randevu imtahana və siz 4-5 ay ərzində ola bilsin ki, imtahana girə bilərsiniz, yəni tələb eləsinlər onu. Və aprobasiya üçün imtahan cəhd üçündə 3 cəhd var. Əgər bunun birincisi alınmasa və ya getməsəz o imtahana uğursuz sayılır. O cəhd birinci cəhd. Ümumiyyətlə gəlin bu orada bir antrakt da var. Ona da antrakt yox, anlaqə bir baxaq buna vacib məlumatlara. Deməli, bu dəyişikliklər 30 noyabrdan sonra olan dəyişikliklərə aiddir. Yəni yenicə olunub. Deməli, yazıb ki, antraqı yalnızca yəni verin siz bütün sənədlər əgər tamdırsa. Yəni, əvvəllər, məsələn, belə bir şey yox idi. Sənədi göndərirdik, Tuzagəni sonra göndərirdik və ya o birisi sənədi sonra göndərirdik. Heç bir məcburiyyət yox idi. Amma indi bizə 3 ay vaxt verirlər. Əgər biz bu 3 ay ərzində, məsələn, defisit sənəd gəldirsə, o 3 ay ərzində o sənədi göndərməsək, onda antraqımız ləğv olunur və bu da pul deməkdir. Yəni, deyir ki, bu sizdən pul alacaq buna görə. Deməli, görürsünüz, burada da yazıb, antrağı yalnızca yaradın, siz Kenis Prüfung üçün hazırsınızsa. Yəni, antraq yaradandan sonra FSB imtahanına girəsiniz, FSB imtahanından sonra da Kenis Prüfung imtahanına girə bilərsiniz. Tez bir zamanda. Deməli, sənəd çəkənlərə də bu, deməli, başlıq. Sənəd çəkənlər mütləq şəkildə Ştelen Tuzagəbi verməlidir. Başqa hallarda sıfırdan sənəd yaradanlar, yəni sıfırdan antraq yaradanlar, elə birbaşa Baden-Württembergə müraciət edənlərin başqa yolları da var. Onların birazdan izah edəcəm. Amma sənəd çəkənlər başqa əyalətlərdə mütləq Ştelen Tuzagə verməlidir. Deməli, sonra Beruf elan üstündə yəqin aprobasiyanın fərqini bilirsiniz. FSB imtahanından sonra siz Beruf elanını sayırsınız. Bundan yalnızca 2 il çalışa bilərsiniz. Sonra aprobasiya imtahanına girə bilərsiniz. Beruf elanının üstünlüyü o idi ki, 2 il ərzində çalışırdıq və istədiyimiz vaxt aprobasiya imtahanı üçün müraciət edə bilərdik və imtahanı istədiyimiz vaxt girə bilərdik 2 il ərzində. Onu indi bu qayda aradan qaldırılıb deyə 2 il yenə sizin Beruf elanınız olacaq. Amma İlk həmin Beruf elanının ilk 3-4 ayında sizi ola bilər imtahana salsınlar və ya 5-6 ay da ola bilər. Bu artıq indi orada necə bu termini paylayırlarsa ona bağlıdır. Amma 2 il Beruf elanının da, yəni birinci aprobasiya imtahanından kəsilsəz də bu 2 il hələ də davam edir. Sonra burada deməli vacib məlumatlardan bunlar hamısı rahat dildə yazılıb, özünüz də girib oxuya bilərsiniz. Sadəcə mən vaciblərini deyirəm ki, vaxt açısından. Bir dəqiqə, aha. Deməli, bu bayaq göstərdiyim Nachweis über die beabsichtigte Tätigkeit in Baden-Württemberg. Bu o deməkdir ki, siz göstərməlisiniz ki, Baden-Württembergdə işləmək istəyirsiniz. Bunu da birinci olaraq dediyim kimi Stellen Tuzagə ilə göstərə bilərsiniz. Əgər siz Beruf elanı salmaq istəyirsinizsə. Deməli, başqa hallar da var ki, məsəl üçün, in allen anderen Fällen, bunu da mən Ansprach partnerlə dəqiqləşdirdim. Deməli, onun dediyinə görə başqa hallar, məsəl üçün, siz FSB imtahanına girirsiniz, bayaq göstərdiyim antrakda, siz Beruf elanisi burada, Beruf elanisi işarələmirsiniz. Beruf elanisi almaq istəmirsiniz. Sadəcə aprobasiya müraciət edirsiniz. Birinci FSB imtahanına girirsiniz və FSB imtahanından sonra aprobasiya imtahanına girirsiniz.
Və burada sizə lazım olan, məsələn, beri feyl almayacaqsınız deyə, işləyən tusaq edən əlavə beratundan faizi göndərə bilərsiniz. Buna biz standart framework deyirik. Bunu da sentral servis işləyərlə berufsanarkeynlikdən ala bilərsiniz. Bunu internetə axtara bilərsiniz. Orada meyli çıxacaq. Meylə yazırsınız ki, məsələn, mən filankəs, bu həkiməm, Almaniyada işləmək istəyirəm. Mənim belə deyim, sizin məsləhətinizə ehtiyacım var ki, mən Almaniyada necə bir iş tapa bilərəm falan filan. Onlar sizə bir sənəd göndərəcək, formular göndərirlər, onu doldurursunuz, göndərsiniz və sizə uyğun görsələr verməyə də bilərlər. Görsələr çox hallarda verirlər, standart framework adlı sənəd verirlər və bu işləyən tusaqəni əvəz edir. Amma beruf elanı üçün yox, bir də deyirəm, yalnızca elə belə o sənədlərin siyahısını toplamaq üçün. Deməli, Merdi Beşaninqdə kifayət, əgər Almaniyada meldunqunuz varsa, bu da kifayət edir. Aprobasiya antraqını başlatmaq üçün və ailə birləşməsi də bəs edir. Amma dediyim kimi, işləyən tusaq edən əlavə bunlar olsa, siz beruf elan salmayacaqsınız. Sadəcə FSB imtahanına girə bilərsiniz, şansınız yanında FSB imtahanına girməyə və sonra aprobasiya imtahanında iştirak edəcəksiniz. Deməli, başqa burada... Deməli, burada bir də maraqlı məlumatlardan biri də burada FAMED imtahanının tanınmağı barəsindədir. Burada da görmüşdüm bunu mən. Fachsprachprüfung əgər varsa deyir, yəni bu da deyir necə ola bilər? Private Fachsprachprüfungen werden akzeptiert, yəni qəbul olunur. Deyir, bizim bilgimizə görə bu FAMED imtahanıdır. Yəni 13 may 2024-dən sonra bu da tanınır. Bunu da verib girə bilərsiniz. Belə. Burada da qiymətlər falan var. Yəni bu qədər bəsdir sənədlər haqqında. Keçək indi FSB imtahanına. Sənədlərinizi göndərdiniz, FSB imtahanını termin aldınız və bir üstünlüklərindən biri odur ki, Baden-Württembergin artıq son zamanlar cavab tez gəlir. 3-4 ay içində, hətta 5, yəni 3-4-5 ay ərzində artıq sənədlər yoxlanılır. Bizim vaxtımızda bu bir ilə kimi davam edirdi və sizi FSB imtahanına girə bilərsiniz 3-4 ay içində, əgər sənədləriniz tamdırsa. Deməli, Baden-Württembergdə də FSB imtahanı 4 Bezirkdə keçirilir, 4 yerdə. Karlsruhe'də, Stuttgartda, Freiburgda, Tübingen və ya Reutlingen deyirik biz buna. Deməli, bu subyektiv fikirlərə görə ən, belə deyim, çətin Stuttgartda olur, ən rahatı Karlsruhe'də, yox, Freiburgda olur. Bunu Anmeldung olanlara görə deyirəm. Kimsə Anmeldung olmaq istəyirsə, bu əraziyə Anmeldung olsa burada verəsiniz, bura Anmeldung olsaz, burada verəcəksiniz imtahanı. Deməli, İndi FSB imtahan hissələri. FSB imtahanı deməli 3 hissədən ibarətdir. Hər bir hissə 20 dəqiqə davam edərək ümumi 1 saat davam edir. İlk olaraq deməli anamnez hissəsi var. Anamnez hissəsində siz xəstə ilə belə deyim, xəstə rolunu oynayan bir simulyantla orada ya həkim olur, ya lingvist olur. Ondan anamnez almalısınız. Burada deməli anamnez alanda bəzən çətin yaratdıqları situasiyalar, onlar əsəbi olurlar orada. Yəni sizə qarşı situasiya yaradırlar ki, görün bunun öhdəsindən gələ biləsiniz ya yox. Onlara görə bunlara da hazırlıqlı olmaq lazımdır. Sonra arts brief hissəsi var, ikinci hissə. Burada da birinci hissədə topladığınız məlumatları ilk 20 dəqiqədə arts briefə, yəni yazılı şəkildə yazırsınız, tibbi brief şəklində, tibbi sənəd şəklində. Və sonra üçüncü hissə, bu da 20 dəqiqə davam edir və sonra da 20 dəqiqə davam edən üçüncü hissə, bu da 2 hissədən ibarətdir. 15 dəqiqəsi həkim danışığı, son 5 dəqiqəsi isə fachbegrifdir. Bu fachbegrif, yəni əvvəlcə həkim danışan deyim. Burada deməli, birinci hissədə yenə topladığınız məlumatları, üçüncü hissədə həkimi ötürürsünüz tibbi dildə və son 5 dəqiqədə də sizə bir 12 deyim, söz olan latın dilində söz verilir, 12 söz və bunu siz Almancaya çevirməlisiniz. Lori dilə belə deyim də, Almanca Lori dilə çevirməlisiniz. Bunların da siyasi var. 1000 ya 700-800 söz olmalıdır. Bunların da siyasi var. Göstərəcəm birazdan mənbələri. Mənbələr indi gəldi. Deməli, hazırlıq üçün mənbələr. Mən belə eləmişdim, yəni öz erfarımlıma, təcrübəmə dayanaraq deyim.
Mən deməli Telegramda bir qrup var. FSB Baden-Württemberg qrupu. Orada girirsiniz, Telegramda onu axtarın. 4000 ya 5000'lik qrup olmalıdır. O az olanlar o deyil. Bu ən çox aktiv olan 4-5 minlikdir. Və hansı ki son protokollar da ora göndərilir. Orada protokolları çıxarırsınız. Hansı əgər Beşiktaşda Karlsruhe-dəsə Karlsruhe-nin, nə bilim Stuttgart-dasa Stuttgartın onların protokollarını çıxardırsınız və orada olanları mən fake olaraq qruplaşdırmışdım da. Məsələn, gastroenterologiya aid olanlara ayrı yazmışdım, o birisinə aid belə sistem oxuyurdum. Hardan dokçekdən oxuyurdum və oxuduqdan sonra da protokollar üzərindən işləyib simulyasiyalar edirdim, brieflər yazırdım. Simulyasiya vacibdir, çünki orada sizdən tibbi bilgilər çox tələb olunmur. Əsas olaraq sizin danışıq qabiliyyətinizdir, həyəcanı idarə eləməkdir. Bu kimi şeylər əsas tələb olunur. Və amma indi bu dəyişikliklərə əsasən, yəni hansı ki FSP imtahanından sonra 5-6 neçə ay ərzindəsə yaxın zamanda Kenis Prüfung imtahanına girmə məcburiyyəti olduğuna görə yeninizdə olsam elə Ambosdan oxuyardım. Elə çünki bu Kenis Prüfung üçündür bu Ambos və orada məsələn tutaq ki Reutingen üçün, Tübingen üçün 40 fal var. Bu 40 fal elə Ambosdan oxuyaram ki, sonradan məsələn FSP imtahanı verəndən sonra Kenis Prüfung üçün zaten 80-100 faldır. Sonra 40-ını artıq aradan çıxartmış olacağam. Belə daha asanlıq olar. Belə başqa mənbələr YouTube-dan videolara baxa bilərsiniz. O kanalın adı yadımdan çıxdı. Onu mən sonra bilmirəm kimi ataram o. Sizə deyərəm, yəqin ki almayacaq. Amma kanalın adı yadımdan çıxdı. Orada elə bir tibbi danışıqlar olur. Ümumiyyətlə yaza bilərsiniz məsələn də hansı fal istəyirsiniz, hansı fal üzərində çalışırsınızsa, tutaq pnevmoni, FSP pnevmoni, anamnezə geçişlik yazırsınız. YouTube-da çoxlu videolar çıxır, onlara baxa bilərsiniz. Bu qədər. İndi bitdi. Eşidirsiniz məni?